Bugün Neynəva çölündə İsmaillər bir-birinin arxasıca duraraq qurban getmək vaxtını gözləyirlər. Mənim övladım da onlardan biridir. Və hep qurbangaha gedir ki, qanını sənlə mən əllərimizə həna yaxar. Bəs mən başıma haranın külünü tökür. Benim ne atam, ne kardeşim, ne de ki güvenecek qohumlarım var. 20 güne yakındı ki sizin geliniz olmuşam. Bütün eşk ve ümidim Vehebe bağlıdır. O olmasa kömeğim kim olacak? Əziz gəlinim, gözyaşlarının şeytan vəsvəsəsinə çevrilərək əlini büdrətməyinə imkan vermə. Sənin kimi ürəyində eşq gəzdirən sevgilisinin əbədi xoşbəxtliyinə mane olmaz. Anacan, təzə gəlini sənə, səni isə Hüseynin Allahına tapşırır. Vəhəbi böyüdüb boya başa çatdıran mehriban ana kimi onun da qayğısına qal. Ürəyim buz kimi olsun aslan oğlum. Bundan sonra bu küçük mələk həm mənim gəlinim, həm də oğlumun yadigarı olacaq. Bir şərtlə. Bir şərtlə meydana getməyinə razıyam Vəhəb. Şərt? Bugün Hüseynə yardım eləmək, onun cəddinin ümməti üzərinə Allah tərəfindən qoyulan bir vəzifədir. Belə vəziyyətdə şərt irəli sürmək insafsızlıqdır xanım. Eşitdiyin kimi Vəhəb, əgər şərtimi qəbul eləməsən Hüseynə və onun Allahına şikayət edəcəm. Şərtinidir. Qəbul edəcəyinə söz versən deyərəm. Şərtini bilmədən necə söz verə bilərəm axı? Qorxma, qorxma Vəhəb. Mənim kimi gəlin otağından yenicə çıxan və gözlərinin qarşısında bütün ümid və arzularının alt üst olmasına razı olan birisinin şərtləri inan ki insaflı olacaq. Buyur, dinləyirəm. Ay oğlum. Onun şərti getməyinə mane olsa necə? Onu qəbul eləyəcəksən? Anacan, inanın ki mən əhdindən dönəcək qədər zəif, iradəli şəxs deyiləm. Məyər bu yaşda gəlin olan birisinin çətin sınaq qarşısında öz xoşbəxtliyi uğrunda mübarizə aparmağa haqqı yoxdur? Sən bu oğlun xoşbəxtliyi istəyirsinsə, bəs mən istəməyim. Qorxmayın, mənim şərtim Vəhəbin xoşbəxtliyinə qətiyyən mane olmayacaq. Yaxşı xanım, narahat ol, qəbul edirəm. Dünyada mənə vermədiyini, ahirətdə mənə verəcəyinə sözdür. Qiyamətdə yenə mənim sənə arvad və sənin mənə ər olacağına söz ver. Subhanallah, sən özünü hara hazırlayırsan xanım? Sənin həvəslə qanat çalıb uçmaq istədiyin yerə. Bəs cəhənnəmə getsəm necə? Yenə də mənlə gedəcəksən. Cəhənnəmin qapıları Hüseyin fədaisinin üzünə bağlıdır. Əcəb şərtin varmış, ay çox bilmiş. Yaxşı Vəhəb, gəlinimin şərtini qəbul eləyirsən? Qəbul eləməyib neyəcəm, qəbul. Yaxşı, arxayın olmam üçün zəmanət ver. Şərəfimdən daha yaxşı zəmanət istəyirsən? Əlbəttə ki yox. Amma mən ağamız Hüseynin zamin durmasını istəyirəm. Bir geldi eline Allah, gelende ayağını gözü kabarına. Elhamdülillah, diyersen sahtını lazım. Gidip sahtın, gidip okul için ödeyen bizim meclisi, ağamızın meclisi. Gidip neyin için ödeyen, erkin ağamızın meclisi aparmalar, elhamdülillah bereketli doktor almışlar. Ele bir biraz bitmişti, başladığını bilen tamamlayla mayıs temsiler, bir ülkünün meclisinde oturur, bir ülkünün yolunda ne iş görürsün. Ele bir biraz geçmişti, gördü balası kasa geldi. Allah bizi gören varamız korku, niye kan
tanışdır, ya kimisə Allah'dır. Oğul, mən səni qul tanımışam, mən niyə bir elədim, bu bizə haram olar. Axı bu qurbanı İmam Hüseyin mərkəzini aparmaq olmaz. Dedi, ana, ata, vallahi mən qaçmamışam. Dedi, ben ne oldu sen geldin? Dedi, ata, bilirsen ne oldu? Dedi, ne oldu? Dedi, ata, bizim gözümüze görken böyle bile insan dövüyordu. Gördüm gözlerine yaş akırsak kanına, gördüm beni oğul. Git aklına alma bile ki elini mültezaydı bu. Allah bizim mevzuda elini mültezaydı. Evvelin evle elbireceğiz inşallah. Elhamdülillah ve rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve ala alihi ecmaîn. فإن الله من يبلغ بالقاء كما Somos peygamberler Canım dünyada nedenler ölçüsüne gelenler bu yerden olmalısın ben yalan gelemiyorum. Allah'ın kişiyi hediyeyi güzellikle söyleyemeyiz. Salamatı etraftan olsun. Bu kişiyi hediyeyi bizden yardım eder. İlahımın Amin. İlahi Resulullah'ımızın bayrağı uçan zirvelerde İlahi İslam dinimizin bayrağı uçan zirvelerde Köprünün bayrağı kendine koyuyorsa İlahi Resulullah'ımıza seçkilerdi milletimiz için, halkımız için İlahi Server milletimiz için halkı niyetine doğru Amin. Amin. Salavat gönderen Peygamber'in gök şamanlara Allah'ıma şalıyor ve amin. Peygamber, Havle Peygamber'e salavat. Şan-ı şehidimdi bugün Kerbela Şan-ı şehidimdi bugün Kerbela Sinesi susandı bugün Kerbela Sinesi susandı bugün Kerbela Tutmuş o sehdanın ben alevde Soğuk şemriyle yenilekler
Şeyden sözleri kalktı bu hale. Çürüdüm Mustafa Şahi şehidandı bugün Kerbela. Lepleri efşandı bugün Kerbela. Şahi şehidandı bugün Kerbela. Lepleri efşandı bugün Kerbela.
edildiği başa, Zeynep'in ölümsüz bakarlar yaşa, oğlu şehitliği okullardaşı, kumlar alkandı bugün Kerbela, Lerleri erkandı 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 bugün Kerbela, Lerleri yalanlı yalan. Gel